Başlayaq. Salam. Bugün ilk qonağım Sabirlə buradayam. Salam ya. Sabir Sadiq Nuhavi kimdir? Bir cənub şəhərində kimdir? Nə fəaliyyət göstərir? Bunlar barədə ətraflı məlumat alacağıq. Bugünkü mövzumuz həm səyahətdən, həm travel bloger həyatından, həm real təcrübələrdən, həmçinin də incəsənət oxumuş, öz istəyi ilə incəsənət oxumuş bir şəxsin həyatından sual və cavabla bu videomuz əsaslanacaq. Sabir, xoş gəlmisən. Çox təşəkkür edirəm. Uğurlar arzulayıram ilk öncə sənə. Yeni kanalda davamlı olmağını diləyirəm. Amin. Və təşəkkür edirəm bir dəvətin üçün. Buyur. Sualın varsa mən hazıram. Səyahət etməyə səni ilk nə motivasiya etdi və necə oldu başladın? Və bu gənclik illərində gəzib dolaşmaq sənə nə qatdı? Birinci baxdım ki, nə vadar elədi, həvəs və s. Atam və ailəm. Çünki atam çox işi ilə bağlı səyahət edirdi və 2-3 yaşından bəri getdiyi bəzi yerlərə məni də aparmışdı və yeniyetməlik dövründə də həmçinin. Və yəni o həmişə də istəyirdi ki, mən pilot olum. Və mən pilot olmasam da tez-tez təyyarəyə minirəm indi. Yəni ən azından kabinə qədər gedib çıxa bilirəm. Və səyahətin bu tərəfi, yəni ki, yeni yerlər görmək, gördükcə daha çox yeni yer görmək istəyirsən. Bu gəldikcə insanın təbiəti belədir ki, gördükcə yeni istəyir, yeni, təzə. Belə bu şəkildə, yəni bu insanı doymaq bilməyən bir növ acılığa gətirib çıxardır. Yeni yerlər görmək həvəsini gətirib çıxardır. İncəsənət oxumaq səyahət baxışını necə formalaşdırdı? Yəni dünyanı sənət gözü ilə necə görürsən? Birincisi bunu deyim ki, ilk dəfə bu yerlərə gedəndə insanlar sadəcə şəkil çəkdirir və s. Ümumiyyətlə, ya da ki, o yerdəki hansısa bir bələdçidən ora haqqında məlumatlar alır. Sən isə əgər yaxşı oxumusansa incəsənət tarixini, yəni abidələri və s. həmin yerlərə gedəndə artıq bilirsən. Məsələn, Çin səfərində bu sonuncu belə oldu ki, getməzdən əvvəl bilirdim ki, nədir, niyə tikilib, nə vaxt tikilib, məqsədi nədir, niyə burada bu rəng istifadə olunub və s. və ilə axır. Bunu yəni bilmiş olmaq, bilir olmaq, yəni ki, sənə bunu qazandırır. Bir də ki, belə bir şey düşündüm ki, yəni incəsənəti sevənlər incəsənət oxuyur və bu onlara çox şey qazandırır. Tur rəhbərliyinə necə başladın və ilk turunda nə hiss elədin? Necə başladım onu deyim. Cənub şəhərində mən abidələr paylaşırdım. Belə deyim, 2 hissəli bu sualı cavab verirəm. Birincisi, yəni sırf kommersial olmadan 1-2 dəfə o vaxtı Bakıda tur eləmişdim. Onda Şəkidə yaşayırdım. Bakıdakı turlara bir nəfər gəlmişdi cəmi. 1 nəfər, 2 nəfər belə, kommersial deyil. Amma kommersial nə vaxt ki oldu, bəzi yerlər var idi, bu Bakı milyonçular tur eləyirəm, bilirsən. Orada mənə bəzi mülkləri paylaşırdım öz səhifəmdə və nəticədə bəzi insanlar yazdılar ki, biz sizin paylaşdığımız yerləri ünvanının altında qeyd eləmiş olsanız belə tapa bilmirik. Çünki binaların bəziləri bir-birinə çox oxşuyur. Mən də qərarı aldım ki, belə bir tur eləyim ki, gəlmək istəyənlər, kimlər ki, ünvanları qarışdırır və s. həm onlar gəzə bilsin, həm də ki, əyani şəkildə orada fotoları baxa-baxa tarixi məlumatlı olsunlar. Bu şəkildə başladım və artıq düz 5 ilə yaxındır ki, bu işlə məşğul oluram. Qürurla bunu deyirəm. Belə. Səncə səyahət insan xarakterini necə dəyişir və səndə hansı dəyişikliklər olub? Məncə ən önəmlisi qəbullanmaqdır. Xaricdəki, yəni başqa ölkələrdən söhbət gedir və hətta ki, öz ölkəmizdə də ola bilər bu. Baxır ölkə nə qədər koloritlidir. Gedəndə fərqli dinləri, mədəniyyətləri, adətləri, insanları, hətta yəni dərilərinin rəngindən tutmuş, elədikləri gündəlik ən adi bir hərəkətə kimi onları, o hərəkətlərini qəbullanmağı öyrənirsən. Bir var bilmək, hamımız hər şey bilirik, texnologiya çağı. Bir var onu əyani görmək və qəbullanmaq. Məsəl üçün, mən bu son Çin səfərində belə oldu ki, mən buddist bir məbədlərdə oldum, həm Hind məbədlərində, Hindu məbədlərində, həm də buddist məbədlərdə Çinlilərin. Və onların həmin o bütlərə necə sitayiş elədiyini gördüm və biri qabağına, misal üçün, narıncı meyvələr qoyur, biri, misal üçün, həmin o bütlərin qabağına bəzi şirniyyatlar qoyur, güllər qoyan var, hətta belə fışdırıqlar, düdüklər qoyan var. Çox maraqlı və bunu yəni pul ödəyir, onu alır həmin o məbədin dükanından və onun qabağına qoyur. Sonra bilmirəm o, yəni ki, təqdim olunan yeməklərə və güllərə nə olur, orasını bilmədim. Və bir sözlə bu
mənə çox belə mədəni şok keçirdi və nəticə olaraq da ki qəbullandım, amma yəni ki onu bir var bilirdim ki bunu eləyirlər. Bir də var canlı onu görmək, kimsə orada bir bütün qabağında diz çöküb dua edir. Mənə çox şok edici gəldi, amma yenə də yəni anlaşıla bir şəkildə onu qəbul elədim. Səyahət bizə bunu öyrədir. Bizdən başqa da bu planetdə millətlərin yaşadığını, fikirlərin var olduğunu və bunların hər birinə qarşı tolerant yanaşmalı olduğumuzu. 21 yaşda bu qədər səyahət etmək necə hissdir? Yorucudur, yoxsa əksinə daha asandır? Düşünürəm ki daha asandır. Çünki Niyə? məndən böyük yaşda insanların həmişə bir dediyim mənə söz var ki, nə qədər cavansan gəz. Çünki yaşlanandan sonra daha seçici olursan, daha kriteriyalar qoyursan ki, misal üçün piyada gəziləsi yerlər çox olmasın, nə bilim, müəyyən bir rahatlığı olsun və ya da ki, ümumiyyətlə tək başına getməyin, qrup turu olsun və ya da ki, otelli belə olsun, elə olsun. Nə qədər ki cavanam. Yəni bu da bir növdə sağlamlıqdan və insan psixologiyasından da asılıdır. Amma insan, xüsusilə biz Azərbaycanlılar biraz da yaşlaşdıqca daha çox komforta qaçırıq. Nəinki gənclər. Ona görə də düşünürəm ki, nə qədər ki cavanam, hələ ki xüsusilə bütçəli səyahətlərə rahatlıqla hə deyə bilirəm. Amma ki böyüyəndən, lap qocalandan, yetişkin olandan sonra düşünürəm ki, biraz limitlənəcək bu seçimlərimiz. Ona görə də indi daha rahatdır məncə. Mənim üçün Sabir, Sadiq, Nuhavi dedikdə ilk ağlıma gələn münasib səyahətdir. Həqiqətən çox münasib səyahətdir. Çox münasib. Və ona görə münasib səyahət üçün ilk 5 qaydam nədir? Qısa və pratik. Okay. Birinci qaydam low costerlər, yəni ucuz hava yolu şirkətləri. İkinci qaydam hostellər. Bunu da izah edəcəm hostelin ümumiyyətli haqqında. Üçüncüsü Google Maps nəqliyyat üçün hara getsəm fərq eləmir. Dördüncü ən önəmli demək ki, qaydam budur ki, planlamaq, düzgün şəkildə getməzdən öncə hər şeyi planlı şəkildə görmək. Və beşincisi də ki, mənə elə gəlir ki, komfortundan bəlli bir miqdarda imtina eləməyi bacarmaq. Komfort zonundan çıxmağa özünü inandırmaq. Belə. Bəli. Sabirlə mənim səyahət stilim biraz oxşuyur. O da niyə? Elə insanlar var ki, aktiv səyahəti sevir, bizim kimi. Elə insanlar var ki, pasiv səyahəti sevir. Onlar düşünürlər ki, mən bu ölkəyə getmişəmsə, oteldə, hosteldə, evdə oturub dincəlirəmsə, hostel yoxdur onun üçün insanların kitabında. Bizim insanlarımız hostelə, yəni küçədə yatan adamların gedib qaldığı yer kimi baxır. Mən çox vaxt tək səyahət edirəm, Aysun bilir. Nəyə görə hostelldə qalıram? Hostelldə qalanda yeni insanlarla tanış oluram. Və onlarla həmin tətildə hansı iki şəhərdə birlikdə biz həmin hostelldə qalırıq. Bir yerdə gəzirəm, axşam yeməklərinə çıxıram, turistik yerlərə birlikdə gəzməyə gedirəm ki, bu səyahətimdə də belə şeylər yaşadım. Belə maraqlı anlar yaşadım. Məsəl üçün Singapurlu bir qız var idi, Çində hosteldə, eyni hosteldə qalırdıq. Getdi Pekinördə yeməyə, çox gözəl şam yeməyi idi. Mən Azərbaycanla danışdım. O da dünya səyahətini yeni çıxmışdı. Mən də Singapura gedəcəkdim. O da biz tərəfləri gələcəkdi. Bir-birimizin mən ona o gedəcəyi ölkələr haqqında, hansı ki mən olmuşam, o da mənə öz ölkəsi haqqında, mənim gedəcəyim Singapur haqqında məlumatlar verdi və mən bu məlumatlardan istifadə elədim təbii ki. Və belə, nə görürsün, necə maraqlı bir dialoqlar, yeni dostluqlar əmələ gəlir. Mənim neçə dənə dostum var ki, mən səyahət vaxtı hosteldə tanış olmuşam. Biz hələ də dostluq, onlar bura gəlir, mən ora gedirəm, belə. Uçuş biletlərini ən ucuz necə tapırsan? Gizli üsullarım varmı? Gizli üsulum bir dənə var. Aha. Nədir o? Gizli deyil əslində. Yəni nə baxımdan? Harasa uçacamsa, misal üçün tutaq ki, uçacam Romaya. İnşallah. Romanın hava limanlarının, misal üçün bir dənə hava limanı varsa, girirəm hava limanının saytına. Orada həmin hava limanına uçan hava yolu şirkətlərinə baxıram. Hansı ucuz hava yolu şirkətləri varsa, low coster dediyimiz, onları götürürəm və Bakı ilə hansı uçursa və ya da mənim gedəcəyim yerdən ora hansı uçursa, onların qiymət cədvəlinə baxıb oradan ən ucuzunu tapmağa çalışıram.
Bir digər məqamda trip.com istifadə edirəm və hətta ki Roma Turio istifadə edirəm, Skyscanner. Bunu çox adam işlədir. Mən həmin saytı işlətmirəm, bilmirəm niyə. Yəni mənə çox rahat deyil. Bu tip Asiyaya gedəcəksə Air Asia Move belə bir application da var. Onu işlətmişəm, yəni işlədirəm deməyim, bir dəfə işlətmişəm bu son səfərimdə. Bu kimi yəni ki saytları işlədirəm. Bir də yəni sayta girib yəni saytın özündən almıram. Hava yolu şirkətinin saytına girirəm, həmin saytın özündən alıram. Yəni hava yolu şirkətindən alanda mənə elə gəlir ki daha ucuz olur. Bəzən heç fərqi də olmur əslində. Amma bəzən olanda da olur. Baxır da sayta baxır, vaxta baxır, uçuşa baxır. Bu məlumatları da 2 dəfə məndən bölüşür. Çünki biletlərini həmişə mən alıram. Mən Sabir ümumiyyətlə sadəcə pul göndərirəm ki, Sabir, falan ölkə, falan tarix. Vəssalam, mən deyirəm ki, bu qədər 5 dəqiqəyə hazırdır. Qalmaq üçün hostellər və ya başqa metodlardan hansını etibarlı hesab edirsən? Bunu əslində bayaq cavabladın, amma yenə də istəyirsənsə bir qısa məlumat verə bilərsən. Bəzi xanımlar var, bu Azərbaycandan xaricə gedən xanımlar üçün xüsusilə bir vacibdir kimsə üçün. Onlar istəyirlər ki, çox belə komfortlu yerdə qalsınlar və s. Çünki bizdə səyahəti bir belə deyim də Instagram üçün bir ritual kimi görən insanlar çoxdur. Və yəni belə konseptlər hazırlayırlar, geyimlər hazırlayırlar hər binanın qabağına bir cür formada və s. Bu da gözəldir bir baxıma. Amma ki o tip insanlar üçün otel. Yox, əgər sizə qalmaq yeri maraqlı deyilsə, yəni təmiz olması və mərkəzi olması xaricində, yəni sadəcə ora gedib yatacaqsınızsa, başqa yəni ki burada mən məqam fikirləşə bilmirəm. Nəyə görə? Çünki mən səhər səyahətlərə çıxanda səhər gedirəm, tezdən gəzməyə başlayıram 9-da 10-da. Axşam saat 10-da 11-də gəlirəm qaldığım yerə. Yeməyimi də çöldə yeyirəm. Bütün yəni gəzintilərim, hər şeyim çöldə olur. Bir də axşam gəlirəm, dincəlirəm, yatıram və səhər dururam, yenə eyni şey. Eyni rutin də davam eləyir. Belə bir də bir ucuz haqda sizə deyim, gecə uçuşları. Gecə uçuşları çox yaxşı bir şeydir. Nəyə görə? Misal üçün bir yerdən bir yerə gecə uçacağınız zaman düzdür, biraz yorğunluq ola bilər. Amma ki siz yəni yorğunluq çox da sizə maraqlı deyilsə, bu gecə uçuşları vasitəsilə qalacağınız hostel və yaxud da ki otel yerinə hava limanında vaxt keçirə bilərsiniz. Həm hava limanını kəşf eləmiş olarsınız. Çünki dünyada həqiqətən də gözəlliyi dillərə dastan hava limanları var. Mən bu səyahətdə Singapurda və Çində, Pekində çox belə inanılmaz hava limanları gördüm ki, yəni çox böyük qeyri-adi yerlərdir və kəşf olunası yerlərdir. Çox maraqlı estetik tərəfləri var. Həm şəkil çəkdirmək üçün, həm və s. Hava limanı sadəcə uçub gedilən bir yer deyil də. Yəni bura həm də bir ölkənin giriş qapısıdır və ölkəyə ilk təəssüratlar məhz onun hava limanından başlayır. Səyahət büdcəni planlamağın konkret yolu nədir? Rəqəmlərlə misal versən, əla olar. Okay. Belə deyim, ilk başda nə qədər əvvəldən alsanız, hər şey o qədər ucuzdur. Bu qızıl qanundur. 2. Gedəcəyiniz yerlərin harası olacağını və nə qədər gün qalacağını dəqiq bilməyiniz mükəmməldir. Çünki planlı səyahət eləmək vacibdir, mənim üçün en azından. Bundan əlavə olaraq da bu sizin xarakterinizə və getdiyiniz ölkədən də çox şey asılıdır. Misal üçün, elə ölkə var ki, misal üçün deyirəm, Malayziya və Singapur ikisini bu keçən həftə gəzdim. Malayziya ucuzdur. Singapur çox bahadır. Dünyanın ən bahalı ölkələrindən biridir. Mən misal üçün Singapurda öz belə deyim, zövqümə uyğun gəzinti üçün ayırdığım büdcə ilə Malayziyada öz zövqüm daxilində ayırdığım büdcəni təbii ki fərqli tuturam. İkisində də mən sırf əsasən abidələri gəzirəm, turistik yerləri gəzirəm və ən çox yəni mənim büdcəm ayrılır yeməyə və gəzinti yerlərinə. Transport və demək ki hostel mənim üçün ikinci plandadır. Mənim üçün əsas gəzəcəyim yerlərin gedib görüm, yəni oranın biletlərini alım və s. və yemək, yəni maraqlı şeylər yeyim, ürəyim istəyən nə varsa onu yeyim və hədiyyəli əşyalar, bu tip şeylər. Mənim üçün bunlar plandadır. Çindən hədiyyələrim də gəlib. Və Malayziyadan. Bəli. Və deyim ki sizə, yəni mənim üçün budur. Kiminsə üçün, misal üçün, sırf elə bir insan var ki, elə blogerlər də var ki, sırf yemək üçün gedir. Çünki onun kontenti yeməkdir.
Xarici ölkəyə gedib onların restoranlarını. Onun büdcəsi ayrıdır. Mən abidələri gəzirəm. Mənim büdcəm tamam fərqlidir. Elə adam var alış-verişə gedir. Onun büdcəsi tamam ayrıdır. Yox siz yəni sırf klassik bir səyahət eləmək istəyirsiniz. 2 dənə restorana gedin, 1-2 dənə yəni tarixi və yaxud da ki turistik yerə gedin. Yəni bu sizin getdiyiniz ölkədən asılıdır. Məsəl üçün gündə 1-2 yerə getsəz, ki hər turist edir, çox yorulmamaq üçün. Mən 3-4 yerə gedə bilirəm. Amma yəni baxır uzaqlıq dərəcəsinə. Getdiyiniz ölkəyə görə dəyişir. Qiymətlə desəm, məsəl üçün heç bir ölkədə, dünya üzərindən deyirəm sizə, bir gündə maksimum 50 manat yeməyə ondan çox pulunuz çıxmaz. Yəni 2 dəfə yeyəcəksinizsə. Çox az çünki hostellər və otellər səhər yeməyini təbii ki qarşılayır. Bu hamıya məlum olan bir fakt. Yəni günorta və axşam yeyəcəksinizsə, hər oteldə və yaxud da ki, daha doğrusu hər bir ölkədə yəni maksimum bir oturuşda 30 manat pulunuz çıxır. Məsəl üçün 20 manat yeməyin özünə, burger yeyə bilərsiniz, pizza yeyə bilərsiniz, onların lokal bir yeməyini yeyə bilərsiniz. Bir 10 manat da məsəl üçün içki hər oturduğunuzda. 30 manat hər dəfə, məsəl üçün günə 60 manat bu. Məsəl üçün günə məsəl üçün 20 manat transport, məsəl üçün büdcəli səyahətdən söhbət gedir. Metro və avtobus üçün 10 manat maksimum da. Bir də ki, demək ki, bir əlavə məsəl üçün 30 manatda gedəcəyiniz muzey və yerlər. Çünki bəzən çox yerlər pulsuz da ola bilir və ya da ki, orta qiymətli 15 manat, 20 manata giriş qiyməti olan yerlər ola bilir. Belə eləyə bilərsiniz ki, hər gün məsəl üçün bir dənə pullu girişi olan bir yer, bir muzey, bir abidə, bir turistik bir bina ola bilər, bir atraksiyon, bir park. Bir dənə də əlavə pulsuzunu sala bilərsiniz, yəni bir günə belə. Balans. Əgər söhbət yəni bütcəli səyahətdən gedir. Gənclərin ən çox etdiyi səyahət səhvi nədir? Səyahətə çıxmamaq. Səyahətə çıxmamaq. Səyahətə çıxanda insan fikirləşir ki, biz bəlli bir hüdudlar çərçivəsindəki bir yerdən kənara heç vaxt çıxmamışıq və niyə çıxmamışıq? Bu insanın ağlına gələn fikirlərdən biridir. Gəzdikcə dünyanın həm nə qədər böyük, həm nə qədər balaca olduğunu görürsən. Böyük olduğunu onda görürsən ki, dünyada nə qədər yeniliklər var, nə qədər fərqliliklər var. Bilirsən ki, bu qədər yaşanmışlıq var, bu dünyada bu qədər bu şeylər var. Bunları dərk eləyirsən və bunları dərk eləmək üçün ilk öncə addım atmaq lazım. Bax, mənim neçə dənə dostum belə çox sevərək, sevinərək deyirəm ki, mənim gəzməklərimi görüb, onlar da həvəsləniblər gəzməyə, səyahət eləməyə və bir neçəsində həqiqətən çox yaxşı alınıb. Belə. Birimə. Yəni çox sevinirəm həqiqətən. Bu məni çox sevindirir və davamlı olmasını istəyirəm. Nəyə görə? Çünki mən görürəm getdiyim hostellərdə, xüsusilə Avropalı turistlərin çoxsu hostellərdə gənclər olur və mən görürəm ki, yəni onların böyük əksəriyyəti qərb ölkələrindən gələn turistlərdir. Mən istəyirəm ki, bizim ölkəmizdə də çoxlu insanlar olsun. Əksərən görürəm, bir dənə, iki dənə Azərbaycandan adam görürəm. Amma istəyirəm ki, yəni çox olsun. Çünki mən çox sevirəm. Bu da mənim yaralı yerlərimdir. Çünki xaricdə Azərbaycanlılar bir-birini görəndə belə soyuq rəftar edirlər. Mən bilmirəm, mən çox sevinirəm. Getmək istəyirəm, söhbət etmək istəyirəm, soruşmaq istəyirəm ki, siz səyahətiniz necə keçir, nə dərəcədə, nəsə bir kömək ehtiyacınız varmı, nəsə bir soruşmaq istədiyiniz, mənim kömək edə biləcəyim bir şey var mı? Bu mənim üçün çox xoşdur. Amma bəzən Azərbaycanlılar yan qaçırlar bir-birlərindən. Çox mənə narahat edir, pis oluram. Susuram. Sualı unutdum. Bir ölkəyə ən aşağı büdcə ilə necə getmək olar? Deməli, ən aşağı büdcə ilə, misal üçün ən basitini göstərib Özbəkistan və Gürcüstan. Mənə görə ən ucuz büdcə ilə gediləcək iki ölkə budur. Düzdür, Özbəkistana gediş-dönüş biletləri biraz baha ola bilər. Amma yenə də ucuz tapmaq olar. Amma Özbəkistanın özü dəhşətli dərəcədə ucuzdur. Yəni bir şiş kebab məsəl üçün 3 manat filandır. Çox ucuzdur məncə, mənə görə. Metro 17 qəpikdir məsəl üçün. Metrosu sənət əsəri kimi bir yerdir. Yəni abidələr kimi, hər yer mozaikadır, qeyri-adi bizim Nizam metrosu kimi. Çox maraqlı. Və başqa ölkələrdən misal çəksəm, yenə də Gürcüstan. Gürcüstan da nəyə görə? Gürcüstan əvvəlki qədər ucuz deyil, ancaq uçuşlar ucuzdur. Belə. Türkiyə ucuz deyil. Uçuşların ucuz olduğuna qatılmıram əzizim. Mən bu avqust ayında Gürcüstana niyyətlənmişdim. Biletləri də yenə mənə həvalə olunmuşdu. Mən tapmadım bilet. Mən baxdım, dedim ki, səhv baxıram da, yəqin bu qiymətə Gürcüstana bilet ola bilməz. Yox, necə idi? 100 manat getməkdi, 800 manat qayıtdım. Və dedim ki, sabit. Bax da, yəni, nəsə var, yox belədir. Yox, mən də ona İstanbula məsləhət gördüm, getdi İstanbulu, gəzdi, kef elədi, gəldi. Məmnun qaldı mı? Çox. Vəssalam. Mən heç vaxt Türkiyəyə belə səyahət eləmək istəyən bir insan deyiləm.
Amma növbəti səfərlərimdə əmin ola bilərsiniz ki, 100% yenə Türkiyə olacaq. Bu bütçə də nə qədər? Misal üçün 100 manata bilet vaxtında əgər alınarsa, gediş-dönüş 100 manat, 300 manatla misal üçün oranı 2 gün, 3 gün gəzmək olar. Misal üçün 5-ci gün səhər çatarsa ora, 5-ci gün, 6-cı gün gəzib, 7-ci gün gecə, 7-sindən 1-ci günə keçən gecə uçar bilər və həmin gündə misal üçün 2 gecə hosteldə qalıb, misal üçün bu hostelə də tutalım ki 40 manat ödəsə, geri qalan misal üçün 250 manatla mən belə düşünürəm ki, Tiflisdə 3 gün gəzmək olar. Yəni 500. 500 manatla gəzmək olar. İndiki şəraitdə. Yəni bu büdcəli səyahət üçün keçərlidir. Yəni həmin 250 manatla yəni Tiflisdə 3 gün yemək yemək, normal yerlərdə yemək yemək və bir neçə dənə tarixi yerlərdə gəzmək mümkündür. Mən düşünürəm ki, bu minimum budur. Sən əgər minimumu soruşursan. Bəli. Durulur bir dəqiqə. Səyahət zamanı çəkiliş prosesini necə balanslaşdırırsan? Daha çox səyahət, yoxsa daha çox content ön planında olur? Bunu hər dəfə bir abidəni çəkəndə xaricdə o hissi yaşayıram. Hiss nədir? Demək ki, gedirəm abidəni, başlayıram çıx çəkməyə, video çəkməyə, özümü çəkməyə. Sonra insanlara baxıram və görürəm ki, hamı çəkir və öz-özümə soruşuram ki, Sabir, sən buranı çəkməyə gəlmisən, yoxsa burada gəzməyə gəlmisən? Və öz-özümə soruşuram, sən buranı gördün, yoxsa sadəcə bura baxdın? Bu önəmlidir məncə. Yəni xüsusilə incəsənət oxuyan bir insan üçün sadəcə oranı görmək, yəni daha doğrusu orana baxmaq kifayət eləmir. Onu görmək lazım, oradakı detalları, oradakı bütün planlamanı və s. Və bunun üçün də düşünürəm ki, necə olmalıdır? Bəlli bir limit qoymalıdır insan özünə, ki, misal üçün 20 dəqiqə burada mən çəkiliş edəcəm. Sonra isə qalan vaxtını xüsusi orada oranı gəzməyə, orada nəsə bir lövhələr var, oraları oxumağa, müəyyən qədər detallı şəkildə gəzməyə ayırmalıdır ki, tam oradan zövq ala bilsin. Bir otursun, bir ətrafa baxsın, bir nəfəs alsın ki, mən buradayam, bir məkanla təmasda olsun, hiss edəsin oranı ki, mən buradayam. Yəni ki, mən sadəcə burada olmadım da, burada bir an yaşadım. O anda qalmağı bacarmaq lazım. Mən bunu belə düşünürəm. Belə həyatda həqiqətən də diri olan insanlar qazanır. Nə barədə? Yəni ünsiyyətdən qorxmamaq lazım, səmimi qalmağa çalışmaq lazım hər zaman. Mən həmişə bu səyahətlərdə də yenə də düşünürəm, hər dəfə bu mənə səyahət bunu da xatırladır ki, yəni fani dünyadır. 5 günlük həyatdır, necə deyərlər, hər kəsin belə bir deyim var, 5 günlük həyatdır. Çalışmaq lazım ki, əylənmək, həyatı dolu-dolu yaşamaq, bunu yəni söz olsun deyə demirəm. Həqiqətən, yəni ki, bir şeylərə bağlanmadan sırf xoş bir şeylər birikdirmək, xoş xatirələr və s. Yaşadım, Nazim Hikmətin bir şeiri var, deyir, yaşadım deyə bilmək üçün. Yəni həqiqətən də o yaşadım deyə bilmək üçün yaşamaq lazım. Belə. Atam həmişə dediyi 3 söz var idi. Deyirdi, bu həyatda sənə sadəcə yediyin, gördüyün və gəzdiyin qalır. Həqiqətən. Okay. Tarixi yerlər arasında sənin üçün xüsusi yeri olan məkan varmı? Varsa da niyə? Vallah yoxdur. Bəlkə biraz Petra ola bilər İordaniyada. Biraz bəlkə Səmərqənd, belə deyim sənə. Başqa da vallah yoxdur. Bu qədər. Abidələri sevirəm, amma belə yeri, hamısının yeri öz yeri var. Nə deyim, yalan deyəmərəm. Səyahət sənə həyatda ən böyük nəyi öyrədib? Çox şey. İlk 3. Qəbullanmaq. Deyinə də qəbullanmaq. Tək ən çətin vəziyyətlərdən çıxa bilmək, ən belə çətinə düşəndə dağ kimi dayanmaq deyirlər. Dağ kimi dayana bilmək. Üçüncüsü isə nə qədər dünyanın hər yerində fərqli insanlar olsa da hamımızın ortaq bəzi dəyərləri paylaşdığını, yardımsevərlik, insaniyyət, böyüyə, kiçiyə hörmət, bu tip dəyərlərin əslində yəni təkcə bizdə yox, bütün dünyada nə qədər müasir və yaxud da ki, nə qədər geri
qalmış ölkə olsa da, hamısında bəlli dəyərlər, insani dəyərlər eynidir, eyni olaraq qalır. Bir ölkədə yaşamalı olsan, haranı seçərdin və niyə? Omanda yaşayardım. O qədər sakitdir oranın insanların əsəbi. O qədər sakitdir, rahat, təmiz. Ölkədə 7 mərtəbədən hündür heç nə tikməyə icazə yoxdur. Hər şey hələ Omanın ənənəvi memarlıq üslubundadır. Dənizi var. Bütün belə deyim, pulu dəyərlidir, maaşları normaldır və üstəgəldə ki, bütün həm dünyada bilirsən müharibələr və sair problemlər bütün bunlardan çox uzaqdır və Azərbaycana da yaxındır. Səyahətdə yaşadığın ən böyük cultural shock nə olub? Bunu cavabladığın bir növ deyəsən. Səndən olub, yəni 8 dəfə əlimi yudum Qahirəyə çatan kimi KFC-də. Deməli Aysundan piramidalara təyyarədən enən kimi taksiyə mindik, getdik piramidaları gəzdik, sonra Gizanın özünü gəzdik. Gizanın özünü gəzəndə çox ciddi bir mədəni şok yaşadıq kirillikdən. Hətta bir məktəbli qız gəldi belə məndən belə əllərini toxuşdurmaq istədi, belə eləmək istədi. Mən əllərimi belə yaxınlaşdırdım. Amma əl dəymədi çünki çox pis, yəni ki, orada kirlilik mənə pisləşmişdi. Aysun'u tez taksiyə mindirdim, getdik düz Qahirənin mərkəzinə, Təhrir meydanında KFC-də oturduq. Aysun özünə gəlməyə çalışırdı, mən də özümə gəlməyə çalışırdım. Üstəgəl Aysun'a da bir ruzə verməməyə çalışıram. Və gedmişəm, məsələn, KFC-də 8 dəfə əlimi yumuşam. Niyə görə? Çünki elə bilirəm ki, əlim hələ də kirlidir. Elə bilirəm əlim hələ də kirlidir. O bunun səbəbi odur ki, biz Abu Dhabi'də və Dubayda dünyanın ən təmiz şəhərlərindən ikisini gördük və o təmizlik, o səliqə və o lüksun içindən birdən-birə Qahirədəki o xaotik dünyaya düşəndə bizə çox anlaşılmaz gəldi. Amma deyim ki, sənə indi getsəm çox adi gələr mənə, çox belə. Çünki gəzdikcə belə şeylərə öyrəşirsən. Yəni belə gözlənilməz qəribə durumlara öyrəşirsən. Mən gördüm. Biz əslində planımız Gizanın içinə girmək deyildi. Təsadüfən. Sabir dedi ki, gəlmişik də, nə itiririk, gəl. Mən də dedim, hə də. O kəlmə. Və mən gördüm, mən sadəcə yolun kənarında belə oturdum, dedim ki, Sabir, mən evə getmək istəyirəm. Yəni, Azərbaycandakı evimi nəzərdə tuturdum, yəni Misiri nəzərdə tuturdum. Bir də o gecə yəni biz hardasa qalmırdıq. Həmin gecə biz avtobusla Luxora gedirdik. Və bütün gecəyə qədər biz gəzirdik. Yəni şəhərdə gəzməli idik. Düşdük Qahirənin mərkəzi küçələrinin canına gəzdik. Çox da maraqlı keçdi. Misirdəki 3-4 günümüz çox gözəl keçdi. O müddətdə çox əsas yerlərin hamısını gəzdik. Hətta biraz da vaxtımız da qaldı. Çox maraqlı idi, amma şəhər təbii ki, yəni qum fırtınalarına görə çox kirli idi. Nəsə danışırdıq, orada hissələrdə qalıb artıq bilmirəm. Bir daha getməyəcəyin yer varmı? Varsa niyə? Yoxdur. Amma mən getmərəm. Bəlkə Albaniya ola bilər. İstəməz. Albaniyaya getmək istəmərəm təzədən. Çox darıxdırıcı gəlmişdi mən. Amma qalan yerlərə, yəni ki, yeni yerləri kəşf eləmək üçün vaxt və maddiyyat ayırmaq mənə daha maraqlıdır deyə əvvəl getdiyim yerlərə təzədən getmək həvəsində olmuram. Çünki çox yer var. Belə. Ən ucuz uçduğun ölkə? İordaniya. Ən bahalı səhv? Naxçıvandan Azərbaycana girmək istəyirdim Türkiyədən. Naxçıvana girməli idim. Oradan da Bakıya uçmalıydım. Qərarı mənim ora keçidimə bir neçə gün qalmış bilmirdim. Demək ki, qadağa qoyublar Azərbaycan vətəndaşlarının Naxçıvana girişinə. Ona görə məcbur 16 saat Ankaraya avtobusla gedib oradan da Bakıya uçmalı oldum. Düzdür, Ankaranı da gəzmə şansı yaxaladım. Bir çox yerlərə getdim. Bir gün ərzində bacardığım qədər. Məndən hardasa bir 300-400 manata yaxın başa gəldi bu səhv. Tək o qədər olsun. Mənim böyük, yəni səhv belə. Ən təhlükəsiz hiss etdiyin şəhər? Singapur, Pekin və elə Dubai da deyə bilərəm. Bir cümlə ilə səyahət nədir? Bir sözlə ifadə edə bilərsən, cümlə ilə. A few moments later. Sərhədləri aşmaq. Çox gəzmək yoxsa çox yemək? Çox gəzmək. Məkan görmək yoxsa insan tanımaq? Məkan görmək. Maraqlı. Solo travel yoxsa dostlarla? Əgər Aysun kimi kaprissiz insanlarla gedirəmsə, hə. Amma yox, mən ən nifrət etdiyim şeydir. Kimsə yola çıxım, şəhərə çıxım, gəzirik.
Məsəl üçün getmişəm ilk dayandığım yerə, gəzəcəyim yerdə ilk dayanacağa getmişəm. Həmən yoruldum, gedək oturaq bir şey yeyək, nə bilim, nə yeyək. Mən elə deyirəm. Deyirəm ki, özümə təkimən Çin sətində yorulub. Təsəlli şəklidir. Təsəlli şəkli budur. Amma yəni ki, Aysun çox yaxşı yol yoldaşdır. Deyirlər, adamı yolda tanıyarlar. Çox kritik biz anlar yaşadıq o 8 günlük səfərdə. Elə ki, mənim pasportum Abu Dhabidən şəhərin özündə qalmışdı. Məni uçuşa buraxmadılar. Həmin anlar biz çox çətin vəziyyət yaşadıq. Əlbəttə bir bəxtimiz ona gətirdi ki, biz artıq evə qayıdırdıq. Yəni biz artıq yəni Misirə filan gedən uçuşda belə olsaydı, bu vəbcə bu tamamilə böyük bir problemlər ola bilərdi. Amma ki, şükür ki, bu olmadı. Bakıya qayıdan vaxtı oldu və hər nəysə mən Aysun'u ötürdüm. Aysun da orada mənə dəstək oldu. O an həm maddi olaraq, həm mənəvi cəhətdən. Mən 12 saat sonra uça bildim Bakıya. Belə anlar olur və insanı həqiqətən də yolda tanıyırsan və çox da mehribancanı. Bir Aysun'un məsələsinədir. Bilir nə edəcəm. Aysun'la səyahətə gedəndə Aysun'u aç saxlamaq olmaz. Əsəbləri çox pis olur. Mütləq Aysun gərək o səyahətdə biz nəsə atışdıracaq. Çünki Aysun'u yəni bir növ şarjı düşür aşağı, əsəbləşir, gərginləşir. Görə mütləq yemək. Mən normal həyatımda da beləyəm. Yemək deyəndə də yəni demirəm siz oturub restoranda nəsə belə əməlli başda oturasınız. Yox, yəni nəsə atışdırmalıqlarla günü, yəni gəzintini yola vermək, sonra təbii ki, yaxşı bir nahar və şam yeməyi orası sözsüz. Və son olaraq, bu qədər ölkə gəzmiş gənc biri kimi səyahətə başlamaq istəyənlərə bir məsləhət ver. Səyahət bahalı və yaxud qorxulu deyil. Kiminsə valideyni qoymaya bilər, gənclərdən söhbət gedirsə. Mən burada gənc deyəndə 19-25 yaş arası insanları əsas nəzərdə tuturam. Yeni öz pulunu qazanmağa başlayan, yeni ya stipendiyasını yığan, ya təqaüdlərini yığan, nəysə bir gəzinti, xoş bir xatirələr uğruna. Birincisi, bacarmaq olar. Tək bacarmaq olar, tək hər yerə getmək olar, hər yerdə dil tapmaq olar. Hər şey texnologiya ilə həll olunur, dil bilmirsiniz, belə proqramlar var. Əsas odur ki, siz istəyəsiniz və o sadəcə olaraq bileti almağa cəsarətiniz olsun. O 30 manata da mən uçmuşam, 100 manata da uçmuşam, 900 manata da uçmuşam. Yəni bilet bahalı deyil. Bəzi yerlərdə çox ucuz uçuşlar var. Buradan Trabzona misal üçün 90 manat idi. İndi bilmirəm var ya yox. Kuveytə Bakıdan 70 manata biletlər var. Hava yolu şirkəti adı çəkmək olmur. Neysə. İndi reklama girir. Sponsor olsaz bəlkə. Və belə. Yəni mən belə düşünürəm ki, əsas odur ki, o ilk addım. Sonrası gəlir. Həqiqətən gəlir. Yəni bir dəfə gəzəndən sonra digər ölkələr də avamı ilə gəlir. Bu bir artıq həyat tərzinə çevrilir. Ki siz ildə artıq bir neçə dəfə gedirsiniz, gəzirsiniz və istər-istəməz elə alınır. Həqiqətən alınır. Bəli. Tək istəyin. Mən ilk işimdə çox minimal bir məbləğ qazanırdım. Lotereya oynadım ki, mən ilk dəfə səyahət edeyim. 7 ay. Dolana bilmədim, amma dolandım yəni. Başa düşürsünüz. Ben bir şey deyim sənin. Bəzi insanlar deyə bilər ki, bizi istəyən, bu nəyə lazım? Yəni ki, bir ara acı tox misal üçün az məbləğdə Bakıda yaşayıb, nə var misal üçün bir həftə 10 gün aranıza görmək nəyə lazım? Gözlə, yaxşı qazan, burada yaxşı yaşa, çox puluna gəlir. Mən həmin insanlara demək istəyirəm ki, bu belə deyil. İnsanların bir arzuları olur və o arzular üçün bir nələrsə eləmək istəyirlər və bu bir tərəfdən də bizi özümüzü tərbiyədir ki, öz məqsədin uğruna hər bir çətinliyə göz yummaq və inan ki, o 7 gün, 8 günündə zövq alırsan ki, yadına da düşür o günlər. Qatılıram. Çox rahat. Sizə məsləhətim odur ki, ailəmizdən xəbərsiz bilet alır. Bəli, o bileti ailəmizdən xəbərsiz alsaz, yəni dəstək olanlar heç təbii ki, alsaz davamı 100% gələcək. Çox baldayım, biletin batmağından çox getməyini
yönləndirəcək. Ona görə də gedin, gəzin, görün. Bir tövsiyəm də budur ki, əsla heç vaxt gəzmək üçün borcu almayın. Çünki həqiqətən bugünün sabahı da var. Yəni səyahətdəki pul özünüzün olanda rahat xərcləyirsiniz və bilirsiniz ki, mən artıq yəni rahatam. Sabah səyahət qurtarıb siz evə qayıdanda başqa problemlər ola bilər. Siz yenə borc götürməli ola bilərsiniz. Problemlər yarana bilər. Yəni bacardığınız qədər, yəni ki, borcsuz gəzin. Bu çox önəmlidir. Bu mənim qızıl qaydalarımdan biridir. Nə qədər də hansısa bir ölkənin dərdindən alışıb yansam da heç vaxt ölkəyə getmək üçün borc götürmərəm. Bu mənim prinsipimdir. Aysun'da fərqli ola bilər. Hamımız yəni eyni adam deyil. Hamımızın fərqli prinsipləri var, fərqli zövqləri var. Qətiyyən peşman deyiləm. Peşmançılıq, inanın ki, yəni heç nə peşmançılıq, səyahət peşmançılıqdır, xeyr. Qətiyyən. Və yəni ki, bir də belə bir şey, əgər səyahətlə bağlı özünüzü inkişaf etdirmək istəyirsinizsə, bəlkə ki, məsələn, bu sözüm mənim xoş olmayacaq, amma özünüz cədvəlinizi özünüz qurun. Yəni gedib hardansa hazır tur paket almayın. Baxmayaraq ki, mən tur bələdçisiyəm. Bunu tam səmimi deyirəm. Nəyə görə? Çünki bu sizə səyahəti necə ucuz eləməyi öyrədir. Bir dəfə, 2 dəfə, 3 dəfə, artıq 4-cüdə siz kiçik bir mütəxəssisə çevrilirsiniz. Səhv deyirəmsə, nə səhv deyirsən? Xeyr. Düz deyirəm də. Düz deyirəm. Düz deyirsən. Və yəni ki, belə. Yəni bu komfort zonundan çıxmağın ən önəmli qaydalarından biri. Çünki hamımız gedib hazır tur paket ala bilərik. Oradakı əməkdaş da deyəcək ki, falan günü hava limanında olun. Orada çatanda hazır bir şofer gəlir, sizi götürür, otelinizə aparır və sair və ilaxır. Qaydanda da elə həmin hal. Bu çox önəmlidir məncə ki, 2 tip insan var. Bu çox məşhur bir sözdür səyahətçi insanların arasında. Bir var səyyah, bir var turist. Bunu da özünüz seçirsiniz. Səyahət zamanı turist mi olmaq istəyirsiniz, yoxsa səyyah mı olmaq istəyirsiniz? Xaricdə belə bir anlayış var. Backpack, yəni bel çantalılar. Yəni bel çantasını alır belinə, başlayır dünyanı gəzməyə. Günlərlə, həftələrlə, aylarla. Bu da var. Bir də var, yəni qlamur səyahət. Bu da sizdən asılıdır. Heç biri pis deyil, hamısının öz yeri var. Belə. Belə videomuzun sonuna gəldik. Qonağım olduğun üçün təşəkkür edirəm. Və mən də təşəkkür edirəm dəvət elədiyin üçün. Uğurlar arzulayıram yenə. Sənə və bizi izləyən hər kəsə xoş uçuşlar arzulayıram. Bol səyahətlər. Açıq səma arzulayıram. Belə bizim Pəncərədən kanalına abunə olmağı unutmayın. Bu videonu yaxınlarınızla bölüşün. Səyahət sevən insanlarla bölüşün. Ümid edirəm ki, bu video sizin üçün məlumatlandırıcı oldu. Nələrsə öyrəndiniz, nələrsə qatdı. Hansısa bir pəncərə açmağa sizə kömək elədi. Videonu like eləməyi, yorum yazmağı və sevdiklərinizlə bölüşməyi unutmayın. Sağ olun. Sağ olun.